Salam, hər vaxtınız xeyir olsun. Media Balansın Meetup layihəsini izləyirsiniz. Bugün süni intellekt bank sektorunu necə formalaşdırır mövzusunu müzakirə edirik. Həm söhbətimiz isə Azərbaycan Sənaye Bankının Rəqəmsal Bankçılıq Departamentinin rəhbəri Emil Yusifovdur. Xoş gördük. Xoş gördük Şəhanə xanım. Təşəkkür edirəm belə bir fürsət verdiyiniz üçün. Ümid edirəm ki, müzakirəmiz maraqlı olar. Mən də elə düşünürəm, çünki bugün aktual mövzusunu müzakirə edirik. İstəyirəm öncə başlayaq ki, ümumiyyətlə süni intellekt müştəri xidmətlərini nə dərəcədə inkişaf etdirib, sürətləndirə bilər, hansı dərəcədə effektiv eləyə bilər, bu mövzu ilə başlayaq. Çox sağ olun, maraqlı bir sualdır. Ümumilikdə belə deyək ki, süni intellekt hal-hazırda dövrümüzün ən aktual mövzusudur. Qlobal trendlərə də baxsaq, güc mərkəzləri, Amerika, Avropa, Çin, bütün bu sahəyə çox maraq doğuran bir, belə deyək də, istiqamətləniblər və bütün ölkələrdə artıq bu sahədə bir strategiyalar hazırlanıb ki, Cənab Prezidentimiz də 19 mart 2025-ci ildə 2025-2028-ci il üzrə süni intellekt strategiyasının hazırlanması üçün də bir sərəncam hazır verdi və strategiya artıq hazırlanır. Bununla bağlı ölkəmizdə hansı sahədə, belə deyək də, süni intellekt sahəsində hansı işlər görülə bilər, bununla bağlı çox ciddi iş gedir. Süni intellekt müştəri xidmətlərini necə fərdiləşdirir və ya formalaşdırır da deyə bilərik. Daha effektiv eləyə bilər. Daha effektiv edə bilər. Süni intellektin əsas istifadəsi bankçılığın daha çevik, daha sürətli və təhlükəsiz olmasına şərait yaradacaq. Müştəri xidmətlərində müştərilərin istəkləri nədir? Sürətli xidmət alsınlar, müraciət etdikləri zaman onların müraciətləri daha tez dəyərləndirilsin. Süni intellekt bizə buna imkan yaradır. Nədir bu imkanlar? Deyək ki, chatbotlar vasitəsilə müştərilər çox sürətli şəkildə tez-tez verilən sualları artıq qarşı tərəfdən zəng və ya e-mail vasitəsilə müraciət etmədən qısa bir saniyələr ərzində, dəqiqələr ərzində cavablandıra bilərlər. Əlavə olaraq müştərilərin hərəkətlərini, müştərilərin əməliyyatlarını, müştərilərin davranışlarını izləyərək süni intellekt müştərilərə yaxşı təkliflər verə bilər. Yəni müştərinin alıcılıq analizini baxaraq ki, müştəri ay ərzində hansı xidmətlərdən alır, müştəriyə həmin xidmətlər üzrə endirimlər təklif edə bilər, müştərilərə həmin xidmətlər üzrə daha yaxşı istiqamətlər verə bilər ki, bu da müştəri xidmətlərinin həm sürətlənməsində, müştəri məmnuniyyətinin yaranmasında və təbii ki, bankçılığın da inkişafına təkan verəcəkdir. Aydındır. Bəs əksini düşünsək necə? Yəni süni intellektdən istifadə bankçılıqda hansı problemləri yarada bilər? Əsas problemlər burada məlumatın təhlükəsizliyidir. Çünki bilirsiniz ki, süni intellekt bir verilənlərin toplanaraq, analiz edər, öyrənərək müştərilərə xidmət verilməsi deməkdir. Demək ki, burada müştərilərin şəxsi dataları, şəxsi məlumatları toplanır, onların bütün şəxsi həyatı və ya bank sektorunda olan hərəkətləri izlənilir və bu sahədə bu dataların itirilməsi, yəni oğurlanması halları, kiberhücumlar və yaxud sui-istifadə halları yarana bilər ki, bunlar çox ciddi problemlər yarada bilər gələcəkdə. Bunun üçün nə etmək lazımdır bu problemlərin yaşanmaması üçün? Bu risklərin qarşısını alınmalıdır. Qarşısı alınması isə nədəndir? Süni intellekt sahəsində ixtisaslı kadrlar lazımdır, güclü təhlükəsizlik sistemləri qurulmalıdır. Və düşünsək ki, süni intellekt bir proqramlaşdırmadır, bir alqoritm üzərində işləyir. Bu alqoritmlərin düzgünlüyü təmin olunmalıdır ki, məlumatlar düzgün qorunsun və müştərilərə düzgün məlumatlar eyni qaydada verilsin və qərar vermədə yanlışlıqlar olmasın. Bax, siz deyirsiniz ki, mütəxəssislər yetişdirilməlidir. Misal üçün, 10 il öncə gələn nəsil bankda artıq fəaliyyət göstərir. Onları yeni bu sistemə qoşub sıfırdan mütəxəssis kimi yetişdirməliyikmi? Buna zamanımız varmı bizim? Yoxsa yeni gələn nəsli bunun üzərində yetişdirməliyik? Bu istiqamətdə. Bu da çox gözəl sualdır. Ümumiyyətlə, bu yöndə çağırışlar belədir ki, bəli, hal-hazırda mövcud çalışanlar və mövcud nəsli mütləq şəkildə süni intellektə uyğunlaşdırmaq lazımdır. Amma bilirsiniz, belə deyək də, yenilik, dəyişiklik həmişə müqavimətlə qarşılanır. Bəzən mövcud çalışanlar konfor zonadan çıxmaq istəmir və yaxud köhnə fikirli insanlar buna uyğunlaşmaq istəmir. Buna səbəb çəkinməkdir, qorxudur deyək. Amma yeni nəsil hər şeyə açıqdır. Yəni, yeni nəsli mütləq şəkildə süni intellekt sahəsinə yönləndirməklə
zaten gələcəkdə mövcud nəsildə ora uyğunlaşdırmaq mümkün olacaq. Çünki belə düşünək ki, yeni nəsil gəlib bizdən bir sualı bir neçə dəqiqə cavablandırmamızı gözləməyəcək. Artıq süni intellekt vasitəsilə bu gün reallıqda hamı ChatGPT-dən, DeepSeek və ya başqa platformalarda çox qısa zaman ərzində istədiyi sualın cavabını alır və biz artıq, yəni belə deyək də, mövcud çalışanlar və mövcud nəsil yeni nəslə uyğunlaşmalı oluruq. Belə bir statistikada deyim, artıq 2030-cu ildə gözlənilir ki, 320 milyondan çox iş yeri bu süni intellektdən təsirə məruz qalacaq. Və əgər biz hal-hazırda, indiki dövrdə lazımı işləri görməsək, bu sahənin 67% ixtisassız kadrların əlində qalacaq. Bu nə deməkdir? Böyük bir təhlükədir. Amma biz bunu istənilən yönə yönləndirə bilsək, ümumiyyətlə həmin ildə, 2030-cu ildə ümumi daxili məhsul təxmini bir 15% artım ola bilər ki, bu gəlib bir 15 milyard vəsaitə gəlir və bu belə göstərir ki, süni intellektdə ixtisaslı kadrlar yaranması, süni intellektin ya düzgün istifadəsi ümumiyyətlə həm bizim ölkəmizdə, həm dünyada çox müsbət nəticələrə gətirib çıxarda bilər. Şəxs olaraq, fərdi olaraq sizin yanaşmanızı öyrənmək istəyərdim ki, siz özünüz gələcəkdə süni intellektin inkişafını nə dərəcədə perspektivalı görürsünüz? Yəni hansı levelə qədər qalxa bilərik? İstədiyimiz nəticəni ala bilərikmi? Yəni bir mütəxəssis kimi şəxsi fikrinizi. Tam belə deyək də səmimi cavab verəcəm. Həm mütəxəssis olaraq, həm bir şəxs, məndə bir belə deyək də, həm bank çalışanı, həm də başqa bankların və yaxud başqa sektorların müştərisi kimi. Bəli, süni intellekt ümumiyyətlə həm bankçılığı, həm ümumiyyətlə digər sektorları çox köklü şəkildə dəyişəcək. Və bunun önündə duracaq bir şey görmürəm. Çünki çox aktiv bir şəkildə bu inkişaf edir. Gələcəkdə həm iqtisadiyyat, həm səhiyyə, həm təhsil, bütün bu sahələr süni intellektlə inteqrasiya olunmuş şəkildə çox ciddi nəticələr əldə edəcəklər. Təhsildə nələr ola bilər? İxtiraçılar və yaxud belə deyək də, hal-hazırda müəyyən bir sahədə inkişaf etmək istəyən şəxslər böyük big dataları çox qısa zaman ərzində analiz edərək, həlli çətin olan məsələləri çox qısa zamanda həll edərək yaxşı nəticələr əldə edə bilərlər, yaxşı ixtiralara gətirib çıxarda bilər. Səhiyyə sahəsində nə ola bilər? Səhiyyə sahəsində qəliz cərrahi əməliyyatlar, ümumiyyətlə düzgün diaqnozların qoyulması kimi şərait yarada bilər süni intellektin belə deyək də inkişafı bizə. Həmçinin iqtisadiyyatda dediyimiz kimi süni intellektin istifadəsi ilə biz bir çox işləri avtomatlaşdıra bilərik, bir çox işlərin daha sürətli şəkildə həyata keçməsinə şərait yada bilərik. Bəli, bu qorxu yaradır bəzən, işsizlik. Bəli, mən onu demək istəyirdim indi. Necə olacaq? Süni intellekt hər yerə belə deyək də, inteqrasiya çatırsa, bəs işlər nə olacaq? Belə deyil, süni intellekt yenə də insan tərəfindən proqramlaşdırılan və onun verdiyi məlumatlarla öyrənən bir, belə deyək də, sahədir deyək. İnsanlar süni intellekti daha yaxşı necə istifadə edə bilərəm, bunu istifadə edərək yeni məhsullar necə yarada bilərəm sahəsinə artıq. Yəni, daha kompleks sahələrə yönələcəklər. Yəni, işsiz qalmayacaqlar. Təbii ki, bu onlardan asılıdır. Süni intellekt sahəsinə yönəlmək lazımdır. Amma, bəli, ola bilər ki, bank sahəsində, başqa sahələrdə artıq bəzi işlər müştəri xidmətlərindən başlayaraq avtomatlaşdırılacaq və o sahələrə işçi ehtiyacı olmaya bilər. Bilirsiniz, hal-hazırda rəqəmsal filiallar belə mövcuddur. Ölkəmizdə də digər xarici ölkələrdə də müştərilər artıq heç bir şəxslə kontakta keçmədən bir neçə xidməti çox qısa zaman ərzində gəlib həmin filiallarda və onlayn şəkildə əldə edə bilərlər. Və mənim fikrimcə, bəli, süni intellekt köklü şəkildə dəyişikliyə səbəb olacaq və biz buna həm şərait yaratmalıyıq, həm uyğunlaşmalıyıq. Təbii ki, doğru şəkildə. Və siz bir mütəxəssis olaraq yeni bir gənc, yəni yeni bir nəsil nümayəndə işə dəvət edəndə, təbii ki, birinci təcrübə üçün dəvət edirsiniz. Süni intellekt maraqları, sonra gələcəklə bağlı bu cür onun niyyəti ilə maraqlanırsınız, yoxsa sadəcə olaraq mövcud bankçılıq, yəni keçmiş sistemlə bağlı gedir proseslər? Belə deyim, hal-hazırda bu biraz daha çox bankın özünün mövcud strukturu və strategiyasına asılı olan bir belə deyək işdir. Bizim bankımız mövcudda bəli, biraz ölkə belə deyək də banklar siyahısında nəzərə alsaq, orta siyahıda gedən bir bankdır və rəqəmsal sahədə müəyyən yeniliklərə yavaş-yavaş adaptasiya olunuruq. Bəli, təbii ki, günümüzün reallıqlarında həm bu sahədə, həmçinin ümumiyyətlə digər sahələrdə süni intellekti bilən və bu sahədə inkişaf etmək istəyən gənclərin işə qəbulu mütləq şəkildə nəzərdə tuturuq. Nəyə görə? İşə gələn, yəni rəqəmsal sahədə və ya
kodlaşma sahəsində irəliləmək istəyən şəxslər bu sahəni bilərək çox qısa zaman ərzində doğru qərarlar verə bilər, doğru kodlaşmalar verə bilər və yeni məhsullar yarada bilərlər. Bəli, bu birdən-birə olmur. Biz təbii ki, həmin şəxslərin bu biliklərini yoxlayırıq, onu daha ixtisaslı kadrlarına müəyyən testlər keçirdirik və onların bizə nə qatacaqlarını yoxlayırıq. Təbii ki, bu şəxslərin sadəcə süni intellektlə işləmələri də doğru deyil. Çünki insanların özlərinin bir qərar vermə qabiliyyəti olmalıdır. Mütləq. Çünki dediyim kimi süni intellekt bir proqramlaşdırmadır. Oradan yanlış qərarlar da çıxa bilər. Oradan fərqli istənməyən nəticələr də əldə oluna bilər ki, artıq bu sahədə həmin işçilərin, həmin şəxslərin öz bilikləri üstünlük təşkil etməlidir. Və verdiyiniz suala bu şəkildə yekunlaşdırdım ki, bəli, təcrübədən belə başlasa, həmin şəxslərin bu sahədə biliklərinin olması üstünlükdür deyək. Bizim verilişimizin formatına uyğun rubrikalarımız var. İlk rubrikamız ifadəni tamamla adlanır. Siz də peşəkar bir insan olaraq, mütəxəssis olaraq mən sizə söz birləşməsi deyəcəm və öz təcrübənizə əsasən şəxsi fərd olaraq istəyirəm ki, həmin cümləni tamamlayasınız. Tamam, cəhd eləyərik. Cəhd eləyərik. Başlayaq. Bir ideya gələndə ilk etdiyim şey. Onu məncə bir yerə yazmaq lazımdır. Yəni ideyanı yazıb ona baxaraq gözündə canlandırmalısan. Çünki ideya, bəli, hər şeyin başlanğıcıdır, amma o ideyanı canlandırıb onun ardından getmək üçün dəfələrlə onu təkrarlamaq və oradakı gələcək vizyonu görmək lazımdır. Amma ideyanı sadəcə anlıq bir fikir olaraq gəldi, getdi və sonra yadına salmayacaqsınız, o ideyadan bir şey çıxmaz. Aydındır. Yəni ümumiyyətlə qeyd etmək lazımdır ki, bəli, nə vaxtsa lazım ola bilər, inkişaf etdirə bilər. Bu sizin şəxsi yanaşmanızdır. Komandada ən vacib dəyər. Komandada ən vacib dəyər məncə güvəndir. Komanda daxilində bir-birinə güvən olduqdan sonra o komandadan mənfi nəticə çıxacağını zənn etmirəm. Çünki nədir? Komanda yoldaşları mütləq şəkildə bir-birini dəstəkləməlidir. Komanda daxilində fikir ayrılığı olduğu zaman, komanda daxilində anlaşılmaz belə deyək də və yaxud hətta belə deyək, çox uçurum fikirlər arasında çox uçurum olduğu zaman komanda işi bir yerə nəticəyə gətirib çıxarda bilər. Çünki hərə öz bildiyi yola irəliləsə, düşünün ortada bir araba var, hərə onu bir tərəfə çəkir. Amma hamı bir-birinə güvənib bir tərəfə istiqamətlənsə, doğru tərəfə istiqamətlənsə, bu zaman komandanın da işi effektiv olacaq və gözlənilən nəticəyə gəlib çıxacaq. Güc birlikdədir. Güc birlikdədir. Bəli. İş dünyasında ən çox dəyər verdiyim insan tipi. Ən çox dəyər verdiyim insan tipi. Məncə bu qarşısındakı insanın inkişafına töhfə verən şəxslərdir, belə deyim. Necə ifadə edəcəyimi düşündüm biraz. Çünki nədir? Mən öz bilgilərimi paylaşmasam, bu bilgilər sadəcə məndə qalacaq. Bəli. Amma mən öz bilgilərimi ətrafımdakılarla paylaşaraq həm özümə dəstəkçilər qazana bilərəm, həm bu şəxslərin gələcək inkişafına töhfə verə bilərəm. Və onların da inkişafı təbii ki, gələcəkdə müsbət nəticə olaraq mənə də bir təsir olacaqdır. Bu yöndə düşünürəm ki, hər bir şəxs həm iş həyatında, həm biznes həyatında mütləq şəkildə bilgi və birikimini deyək paylaşmalıdır. İdeyalarını da paylaşmalıdır. İdeya, gəlin belə deyək, ideya baxır, əgər şəxsi iş qurmaq məsələsindədirsə, yox, o ideyanı birinci özündə düşünüb, reallaşdıracağı şəxslərlə paylaşır, hər kəsdə yox. Amma hər kəslə bilgini paylaşmaq olar ki, gələcək, belə deyək də, həyatında o insanlar da hardasa bizə dəstək ola bilsinlər. Aydındır. Bir səhvimdən öyrəndiyim ən vacib dərs. Üzr istəyirəm, bu həm də sizin neçə illik bank təcrübənizə əsasən məncə dərindən düşünsək daha yaxşı olar. Bir səhvim deməyim, əslində bir çox səhvlərdən öyrənirik. Mən belə düşünürəm ki, ümumiyyətlə insan öyrənmək və inkişaf etmək üçün mütləq şəkildə səhv etməlidir. Bəzən biz düşünürük, hətta belə bir şey olur ki, biz səhv edirik, amma səhvimizi bizə demirlər. Mən bunu doğru qəbul etmirəm. Mütləq şəkildə əgər həm özümüzün, həm qarşıdakı şəxsin bir səhv etdiyini görürüksə, o səhvi həmin şəxsə demək lazımdır və onu səhvini etdiyini deyib narahat etmək yox, bu səhvi gələcəkdə etməsə daha yaxşı nəticələr necə əldə edə bilər bilmək lazımdır. Mən öz səhvlərimdən bəli, əldə etdiyim çox nəticələr var. Həm şəxsi həyatda, həm iş həyatında bu səhvlər bizim həm möhkəmlənməyimizə, iradəmizin, səbrimizin, həmçinin professional həyatda belə deyək də qərar vermə qabiliyyətimizin bizə təkan verir. Səbəb nədir? Adi bir misal çəkim. Deyək ki, bir işə
bir işçi öz sahəsində təxmini bir səhv edir və bundan şirkət 10 milyonluq bir zərər yaşayır və şirkət çalışanı rəhbərliyin yanına gedir və ərizəsini təqdim edir ki, mən işdən ayrılmaq istəyirəm. Qərar necə olur? Şirkət rəhbəri deyir ki, xeyr, biz bir müddət öncə sizə 10 milyonluq bir belə deyək, təlim verdik. Bəli. Yəni siz bu 10 milyonluq şans səhvi etməklə artıq bunun yerinə 10 milyon səhvi etməyib, gələcəkdə 100 milyon qazanmağınızı artıq başa düşdünüz. Yəni bu səhv nəticəsində biz gələcək həyatımızı formalaşdırırıq, iş həyatımızda daha da professionallaşırıq. Ona görə səhv etməyən şəxs sonra çox kiçik bir səhvdə çox tez büdrəyə bilər. Ancaq sizin sahəniz dəqiqlik sevən sahə olduğuna görə fikirləşirəm ki, siz şansa daha çox önəm verən insan deyilsiniz. Sizdə hər şey rəqəmlərlə net formada gedir, düzdür? Bəli. Bu həm iş həyatında, həm mənim şəxsi belə deyək də öz keyfiyyətlərdən belə deyək ki, bəli, mən dəqiqliyi sevən insanam. Mütləq şəkildə həm şəxsi həyatımı, həm iş həyatımı biraz planlar üzərinə qururam. Yəni bir neçə addımı öncədən planlayaraq irəliləyirəm. Amma bank sahəsi bəli dəqiqliyi sevir. Təbii ki, burada da dediyim kimi fərqli strukturlarda ola bilər. Amma sırf rəqəmsal sahə, burada bəli biz rəqəmlərlə, böyük müştəri datalarla, böyük məbləğlərlə çalışdığımıza görə biz orada dəqiqliyə önəm veririk. Səhvləri verməmək üçün bir neçə kontrol mexanizmləri hazırlayırıq. Bəli, ola bilər ki, hər hansı bir əməkdaş bunu səhv edir, amma o səhvin önünü alacaq fərqli mexanizmlərimiz mövcuddur. Emil Yusifov olaraq, əgər sabah hər şeyi sıfırdan başlasam, məncə fərqli bir sahəyə yönələrəm. Maraqlıdır, hansı sahə? Şəxsi bizneslə məşğul olaram deyə. Yəni bəli, artıq bir muzlu işçi deyək də, yəni 9-6 çalışan rejimi yox. Günümüzün reallığını nəzərə alsaq ki, bu gün üçün bəli, mən artıq görürsüz, bütün gənclər ofis rejimindən qaçır. Mümkün qədər remote işləmək, yəni kənardan işləmək istəyirlər ki, özlərinin şəxsi bizneslərinə və yaxud müəyyən işlərə vaxt ayıra bilsinlər. Ki, mən də açığı hal-hazırda yenidən nəyisə başlasam, hər hansı bir sektorda 9-6 işində yox, bir şəxsi bizneslə məşğul olmağı daha üstün tutaram. Biznes demişkən, startup ruhu məncə? Startup ruhu məncə biraz türk sözü olacaq, girişimcilikdən gəlir. Bu şəxslərin yenə özlərinə asılı bir şeydir. Bəzi şəxslər var ki, onlar çox bacarıqlı insanlardır, amma onları yönləndirmək lazımdır. Onların özlərindən bu ideya yaranmır. Amma öz ideyası olan şəxslər mütləq şəkildə gələcək həyatlarını özləri formalaşdırmaq istəyirlər və çalışırlar ki, bu yolda özlərinə dəstəkçi tapıb öz ideyalarını o şəkildə həyata keçirsinlər. Sizin məsləhətiniz nə ola bilər yeni bank sahəsinə meylənən insanlara? Yəni ümumiyyətlə gələcəkləri necə qursalar daha uğurlu olarlar? Yəni həm bankda mövcud durum, həm də süni intellekti nəzərə alaraq ümumi bir məsləhət verməyinizi istəyərdim. Təbii ki, gözlərini qorxutmadan. Belə deyək, indi bank deyəndə bank böyük bir infrastrukturdur. Yəni bankda bir çox sahə var. Hər sahədə də süni intellektə ehtiyac yoxdur. Amma sırf bizim sahədən, rəqəmsal bankçılıq sahəsindən desək, mən gənclərimizə məsləhət görərdim ki, ümumiyyətlə mütləq şəkildə bazarda və dünyada gedən tendensiyaları izləsinlər. Süni intellekt hara gedir, ümumiyyətlə blockchain hal-hazırda belə deyək də texnologiyası hara gedir, paralelində yəni inkişaf, dəyişiklik hansı sahədədirsə, bu sahələri araşdırsınlar. İzləsinlər. Yəni, bəli, təbii ki, bununla bağlı mütləq şəkildə təhsil almağa ehtiyac yoxdur. Hal-hazırda yetəri qədər sosial mediada və digər internet saytlarda bu məlumatlar var. Sadəcə oxumaqla, sadəcə bu məlumatları tanış olmaqla belə bir çox şey əldə etmək mümkündür. Bu bir dünya görüşüdür deyək. Yəni o sahədə birbaşa işləməsə belə, yeni gənc nəslin dünya görüşünün yaxşı olması, bu sahədə ən azından müəyyən biliklərin olması onların da gələcək karyera həyatının formalaşmasında onlara təkan verəcəkdir və təbii ki, hər bir şəxs müəyyən bir yerdən başlayıb şəxsi həyatını və karyerasını necə inkişaf edəcəyini qərarı özü verir. Təbii ki, biz orada artıq bir yönləndirmə edə bilərik. Baxa bilərək ki, bu şəxs bu sahədə özünü daha yaxşı göstərə bilir. O sahədə ona hansı biliklərini əldə etmək daha yaxşı olar, o təlimlərə yönləndirə bilərik və yaxud öz təcrübəmizi paylaşa bilərik ki, gənclər də bu sahədə yaxşı inkişaf eləsinlər və ümid edirəm ki, ümumiyyətlə süni intellekt dediyim kimi bankçılığın gələcəyini köklü dəyişəcək. Gələcəkdə həqiqətən müştəri dostu,
yəni çevik və təhlükəsiz bir bank sistemi formalaşacaq və bu da bizi açığı çox sevindirir. Amma məncə məyus edici hallar da var. Çünki misal üçün o qədər inkişaf eləyə bilər ki, rəqəmsal inkişaf, yəni rəqəmsal süni intellekt o qədər yaxşı inkişaf eləyə bilər ki, mövcud ofislər, yəni bildiyimiz müraciət edirik banka, baş ofis və yaxud da ki, filiallara, mən düşünürəm ki, bunlar bağlana da bilər. Yoxsa yox? Belə deyək, yox, bəli, təbii ki, düzgün vurğulayırsınız. Bu mütləq şəkildə olacaq. Nə vaxtsa? Amma tam da belə deyək də bütün filiallar, bütün baş ofislər bağlana bilməz. Yəni mütləq şəkildə bəzi xidmətlər olacaq ki, müştərilər yenə də banka gəlməlidir. Bəli, bu nəyə təsir edəcək? İnsanlar arasında münasibətlər həmişə biraz duyğusal olur. Yəni üz-üzə görüşəndə, müəyyən məlumatı üz-üzə paylaşanda bu fərqli nəticələrə gətirə bilər. Amma süni intellektlə qurulan işlərdə biraz bu soyuq münasibətlər yarada bilər ki, biz həmişə nə deyirik? Loyal müştəri, müştəri mütləq gəlməlidir ofisə, tanış olmalıdır, görməlidir. Ola bilsin ki, başqa bir məhsulla da maraqlandı. Amma dediyim kimi, biz süni intellekti düzgün istifadə etsək, müştəriləri düzgün yönləndirsək, öz işimizi və öz məhsullarımızı bu sahədə düzgün tənzimləsək, bundan daha çox müsbət nəticə əldə edərik, nəinki onun mənfi tərəfləri bizə ciddi təsir etsin. İstəyirəm biraz dəqiqliyi sevən sahənin mütəxəssisi olaraq sizdən psixoloji məsləhətlər alaq. Yəni bir gəncəm, qarşınızda əyləşmişəm, məni birinci dəfədə görürsüz və gəlmişəm sizdən məsləhət almaq. Siz mənim biliklərimi deyil də mənim psixoloji vəziyyətimi necə başa düşə bilərsiniz? Nə qədər zaman lazımdır sizə? Əslində ilk 1-2 sualdan sonra qarşımızdakı şəxsin psixoloji durumunu anlaya bilirik. Hansı suallar? Ümumilikdə fərq etməz. Yəni biz həmin şəxsə özü haqqında danışmağı belə istəsək və yaxud hər hansı bir həyatındakı ən çətin qərarı ilə bağlı danışmağını istəsək, həmin şəxsin özünü ifadə etməsi, onun hərəkətləri, jestləri artıq o şəxsin həmin psixoloji durumundan belə deyək də bizə məlumat verir. Əgər sizdən gözünü qaçırırsa, çox belə deyək də tez-tez ayağını tərpədir və əlini tərpədirsə, bu biraz artıq nevroloji problemləri məsələn olduğunu göstərə bilər və yaxud həmin anda çox stres keçirdiyini göstərə bilər və yaxud bizim məsələn son işə qəbullarda mənim yaşadığım təcrübədən deyim, son dövrdə bilirsiniz bizim 2-ci Qarabağ müharibəsindən sonra qazilərimiz var ki, bəli onlar da iş axtarırlar, amma orada yaşadıkları o stressdən, orada yaşadıkları o belə deyək də ağır travmalardan sonra həmin şəxslərdə istər-istəməz mövcud psixoloji durumda müəyyən belə deyək də hissiyatları qəbul edə bilirik ki, bu şəxslərdə müəyyən mənada psixoloji cəhətdən əslində gərginlik mövcuddur. Dediyim kimi ilk 2-3 dəqiqədə və 1-2 sual danışıq və özünü ifadə etmə qabiliyyəti qarşımızdakı şəxsin bizə psixoloji durumunu müəyyən qədər göstərir. Növbəti rubrikamız o mu, bu mu deyə maraqlı. Bəli. Nə gözləyirəm? Adından uyğun olaraq səslənir. Belə bir sizə sual vermək istəyərdim. Reklama yüksək büdcə yoxsa məhsul keyfiyyətinə yüksək büdcə? Məhsul keyfiyyətinə yüksək büdcə. Açıqlaya bilərsinizmi niyə? Təbii ki, mən reklama yüksək büdcə xərcləyib, amma keyfiyyətsiz məhsul satacamsa, bir müddət sonra mən məhsul sata bilməyəcəm. Sadəcə o yüksək xərci ödəməklə qalacam. Amma məhsulu keyfiyyətli etdikdən sonra reklama ehtiyac qalmır deyə düşünürəm. Sürətli bazara çıxış yoxsa detallı planlama? Detallı planlama. Nəyə görə? Eyni qayda sürətli bazara çıxış yanlış qərar vermə səbəb ola bilər. Çünki biz əgər bazarı araşdırmadan, bazara çıxdıqdan sonra o məhsula ehtiyac olmadığını anlasaq, yenə işi yarıda kəsməliyik. Amma detallı planlama ilə biz nəyə ehtiyac olduğunu dəqiq bilərək doğru yola gedərik. Aydındır. Sadiq müştəri yoxsa sürətli qazanc? Sadiq müştəri. Səbəb? Sadiq müştəri bizə daha davamlı bir qazanc gətirəcək. Çünki sadiq müştəri özü ilə başqa müştərilər gətirəcək və daha etibarlı olacaq. Amma sürətli qazanc bir müddət sonra olmaya da bilər. İnkişafın qarşısını alırıq belə olanda yerimizdə saymaq deyilmi bu? Xeyr, niyə yerimizdə? Yəni çünki sadiq müştəri bizə həm davamlı sabit gəlir verməklə yanaşı, bizim özümüzü inkişaf etdirməmizlə də biz daha belə də etibarlı şəkildə iri addımlarla deyil də, amma normal addımlarla irəliləyirik. Amma sürətli qazanc 1-2 iri addımdan sonra bəzən geri addım atmağa səbəb ola bilər ki, bu da doğru mu, yanlış mı olar? Biraz açığı sual altındadır. Şübhə ilə yanaşırıq. Şübhə ilə yanaşırıq, bəli. Brendə yatırım yoxsa satışa fokus? Brendə yatırım deyərdim. Bu sizin şəxsi yanaşmanızdır yoxsa ümumi? Mənim yanaşmam deyim. Mən düşünürəm ki, bir çox belə deyək də bu işlə məşğul olan bu sahənin
şəxsləri də bunu bu şəkildə düşünər. Dediyimiz kimi, çünki əslində bizim niyyətimiz məhsulun, brendin yaxşı olmasıdır. Bəli, biz satışçılarımızı təlimlə inkişaf elətdirə bilərik, başqa yaxşı satışçılar cəlb edə bilərik, amma brendi inkişaf elətdirməsək, bu brend bir müddət sonra bazarda rəğbət görməyəcək, müştərilər artıq onu istəməyəcək. Brend özünü satma qabiliyyətində olmalıdır. Aydındır, maraqlıdır. Ən ucuz qiymət yoxsa ən güclü dəyər təklifi? Ən güclü dəyər təklifi. Çünki ucuz ətin şorbası olmur. Məncə burada biraz insani faktlar da önəmlidir. Yəni keyfiyyətə önəm verən tiplər var, kəmiyyətə, dəyərə bu məsələlər var burada. Doğrudur, razıyam, amma yenə də mən o yöndə düşünərəm. Çünki dediyimiz kimi nə qədər ucuz da olsa, bir müddət sonra insanların rifah halı yüksəlsə, iqtisadi cəhətdən alıcı qabiliyyəti yüksəlsə, artıq onlar da ucuz mal almayacaqlar. Aydındır. Ənənəvi reklam yoxsa rəqəmsal marketinq? Rəqəmsal marketinq. Açıqlayaq. Öz sahəmin rəqəmsal sahənin adamı olduğu üçün ənənəvi reklam düşünürəm ki, ümumiyyətlə ənənəvi hər şey artıq yavaş-yavaş belə deyək də arxivdə qalır. Geriləyir. Düzdür, bəzən deyək ki, ənənəvi reklam olsun, layihələrin idarə etməsi olsun, fərqli şeylər olsun, daha tutarlı bir şəkildə irəliləmək deməkdir. Amma rəqəmsal marketinq günümüzün reallığıdır. Yəni rəqəmsal olaraq şəxslər necə qərar verirlər? Görərək qərar verirlər. Yəni onların gözünə oxşayan, onlara maraqlı gələn, onların istəklərini anlayıb ona yönləndirən belə deyək də bir marketinqi daha çox bəyənir və ora yönəlirlər. Amma ənənəvi reklamda bu məncə artıq yoxdur deyərəm. Aydındır. Sonuncu. İlham verici liderlik yoxsa sərt idarəçilik? İlham verici liderlik. Sərt idarəçilikdə hal-hazırda çalışanlar və əməkdaşlar ümumiyyətlə heç bir strukturda bir süre sonra davam etmək istəmir. Bu gənc nəsil məsələsinə bağlı? Həm gənc nəsildə, həm mövcud nəsildə deyərdim belədir. Səbirləri çatmır. Bəli, bir müddət sonra nə düşünür? Mənim əməyimi oğurladılar, mənim yaratdığım məhsulu başqa yerə öz adlarından göstərdilər və yaxud ümumiyyətlə mənim əməyimə dəyər verilmir. Amma ilham verici lider özü həmin şəxsləri daha yaxşı inkişaf etmək üçün ilhamlandırır. O şəxsləri məcbur etmir, öz arxasınca aparmağa çalışır. Bu da daha yaxşı gələcək nəsil yetişdirmək üçün mütləq şəkildə bizə lazımdır. Çünki sərt idarə etməklə, bəli, biz işi idarə edə bilərik, iş dayanmır, iş həmişə düzgün şəkildə irəliləyəcək. Amma oradakı çalışanlar rahat olacaqmı? Oradakı çalışanlar xoşbəxt olacaqmı? Məncə yox. Yəni sərt idarə etmə olan yerdə işçilərin xoşbəxtliyindən söhbət gedə bilməz. Amma ilham verici liderin yanında olan çalışanlar ondan nəsə öyrənməyə çalışır, onunla paralel şəkildə onun ideyalarına dəstək olmağa çalışır və bu onları həm xoşbəxt edir, həm də onlarda bir motivasiya mənbəyi olur. Bəli, həm də iş effektiv alına bilər. Təbii ki, yəni belə deyək də sərt idarə etmə olan bir yerdə nəticələrlə daha konservativ, daha belə deyək də onların özlərini göstərmə imkanı verən rəhbərin yanında olan işçilərdə nəticələr çox fərqli olur. Çünki işçi bu işi özünün mülk kimi qəbullanır. Yəni düşünün də biri var sizin öz biznesiniz, biri var kiminsə yanında çalışırsınız. Təbii ki, siz öz biznesinizdə daha çox can yandıracaqsınız. Və burada düşünün, bu məhsulu əza idarə etməsi deyə hal-hazırda nə var? Product owner deyə bir məhsul meneceri deyə bir vəzifə var bazarda. Niyə görə? Çünki bu məhsul sizindir. Siz o məhsulun artıq sahibisiniz. Bunu belə deyək də bir övladınız kimi görürsünüz, onun inkişafına can atırsınız. Amma mən sizə bu məhsul mənimdir, siz məcbur onda nəsə eləməlisiniz deyəndə təbii ki, sonra maraqlı olmayacaqsınız. Təşəkkür edirik Emil bəy. Bugünkü həm söhbətimiz oldunuz. Ətraflı həm gənclərə, həm bugünkü günün nəbzinə uyğun olaraq bizə məsləhətlər verdiniz. Rəng qatdınız buraxılışımıza və bir daha xatırladım ki, bugünkü buraxılışımızın mövzusu süni intellektin rəqəmsal bankçılıqdakı fəaliyyəti idi. Gələcək nəsillərə olacaq töhfələrimizdən danışdıq. Növbəti buraxılışlarda görüşərik. Çox təşəkkür edirəm. Sağ olun.